Lazer etdirdim. Dərim yandı. İzi getmir. Bəli, təəssüf ki, bu sözləri tez-tez eşitmək məcburiyyətində qalırıq. Çünki insanlar peşəkar olmayan yerlərdə ucuz qiymətə lazer etdirirlər və nəticədə dəriləri yanır, qızartılar verir, qabıqlayır, suluq atır və tüklərin tökülməsi proseduru halı baş vermir. Lazer sadəcə düyməyə basmaq deyil. Bu, dəri anatomiyasını tanımaqdır. Bu, dərinin reaksiyasını izləyə bilməkdir. Dərini analiz edə bilməkdir. Ucuz yerlər bunu sizin üçün etmirlər. Çünki onlar işin ciddiliyinin məsuliyyətini dərk eləyə bilmirlər. Bizə belə hallar çox gəlir. Yanmış, qabıqlamış, nəticə görməyən dəriyə yenidən həyat veririk. Çünki biz dəriyə qarşı məsuliyyət daşıyırıq. Dəri analizi aparırıq, cihaz seçimini fototipə görə edirik. Prosedur sonrası qulluğu izləyirik. Əgər dəriniz sizin üçün qiymətlidirsə, onu 10-15 manatlıq təsadüfə tapşırmayın. Çünki bu estetik prosedur deyil, bu birbaş dərinin özünə olan müdaxilədir. Dərinizin dəyəri üçün peşəkar seçim edin. Və unutmayın, dərinizin qiyməti var, amma dəyəri yoxdur.